Üzməm usta. Möhkəmliyi var, o fikir verin, qırılmırdı ya. Yəni əsl o xaladəstliyi, keyfiyyəti var bundadır ki, jelesi çox yaxşıdır, möhkəmdir. Usta, hər birinizi salamlayıram, baxırsınız, dəyərləndirirsiniz, çox sağ olun, minnətdarlığımı bildirirəm. Onu da xatırladım ki, mən aşbaz deyirəm, sadəcə bir həvəskaram, bacardıqlarımdan çəkib sizi ilə də paylaşıram. Bugünə inşallah deməli, bugünə deyəndə yəni bir 2 gün vaxt çəkir bunu hazırlamağa, xalades hazırlayacağım. Xalades də nədən hazırlayacağıq? Deməli, dananın əlidir, bildiyimiz də xaçda istifadə elədiyimiz dırnağıdır. Bir də dananın quyruğudur, büzdüm hissəsidir. Bunlar hər ikisi deməli şirəli olur, hər ikisi dadlı olur. Deməli birincidən ilk öncə 3 saat dırnağı qaynadacağıq. 3 saat qaynayandan sonra dananın quyruğunu əlavə edəcəyik yanına. Sonra indi göstərəcəm. Əsas da deməli tərkib olaraq nə vurulacaq? Qara istiyot vuracağıq, duz vuracağıq. Çörək otudur bu. Çörək otu vuracağıq. Bir də küncüt vuracağıq. Sonra deməli markov, qara da vurulacaq. Belə markov da vurulacaq. Sonra cəfəri, bir də şüyüd. Əsas tərkibini bunlar əlavə edəcək. İndi zövqü elə istəsəz, keşniş tumu da əlavə eləmək olar. O ilə də çox dadlı olur. Onu da xatırladım ki, bunlar yuyulublar. Bir görsən komentar yazırlar, yumudun, yəni yuyulublar bunlar. Tam təmiz. Deməli, bunun üstünə çıxana qədər su alacağıq, qoyacağıq qaynamağa. 3 saat qaynayandan sonra bu büzdümləri əlavə edəcəyik üstünə. O ilə də 2 saat pişəcək, deməli, ümumilikdə bir 5 saat. Tam hər ikisi sümükdən ayrılandan sonra sümüyünü ayıracağıq. Ətinin içinə əlavə edəcəyik markofu və bu əlavələri. Bir haradasa 15 dəqiqədə o cür pişəcək, sonra qoyacağıq onu soğumağa. Sim. Güzel. Gel. Sen gel buraya gel. Bunlara bala vaxtı mütləq yumurta yeməlidirlər. Yavaş vur oldu. Sim. Gel. Şimdi.
Charlie. Charlie, gel. Gel ha, gel ha, gel ha, gel ha. Güzel, güzel. Gel. Gel, gel. Ay, sen yok mu? Sen gidin. Gel. Güzel. Gel. Gel, gel. Bax, yer üzmə. Mustafa, bu tam pişib. O, fikir verirsiniz. Tam ətdən ayrılır. Bu iri sümüyü ki bırakmışdım. Yox, bu indi altını söndürürük. Söndürürük ki, qalsın, soğusun bu. Ondan sonra sümüyünü ayıracağıq. Sümüyünü ayırandan sonra göstərəcəyim yenə də. Evet. Yox, stop. Bunun əvəzinə deməli nar əlavə edəcəm. O biraz qaradır, mənə də gəlir ki, o suyunu tündləşdirəcək, biraz qaralacaq suyu. Bu yaxşısı nar vurmaq. Yer üzməm, bax bu cürünə saz pişib, tərp edirsən, tam tökülür. Bunu daha çox xırdalamağa ehtiyac yoxdur. Ona görə ehtiyac yoxdur ki, bu doğrayanda özü xırdalanacaq sonra. O belə tam sıyırıb tökülür. Bir də yaxşı olar ki, bunu pişirəndə, məsələn, mən orada xaşı malın dırnağın ki bıraxdım, orta sümüyünü bölmədim, onu heç bölmədim. Pişəndən sonra xırda sümüy əmələ gəlir. Yəni ona görə məsləhət ki, bıçaq hardan ki oynaqlara düşür, o hissədən keçirsiniz ki, xırda sümüy yaranmasın. Sonra yeyəndə sonra diş həkiminə ehtiyac olacaq. Yaxşıca deməli duzunu üstüyotunu qoyuruq. Bir 10 dəqiqə qalacaq pişəcək. 10-15 dəqiqədə o markov kök pişənə qədər. Kök pişəndən sonra yenə də göstərəcəm inşallah. Yer üzməm usta. Bu özə lap amına suxarı tökürsən, vurursan bedənə. Ləzzətli. Bu deməli tam soyuyub. Soyuyandan sonra isti vaxtı məsləhət dökür ki, göyərti öləcək, rəngi itirəcək. İndi deməli şüyüdlə cəfəri, petruşka əlavə edəcəyik ona. Sonra da deməli küncütlə çörək otu töküb nimçəyə əlavə edəcəyik üstünə.
Ay kişi sen geri getir. Əli değişirik, əl köşdür tərəfə. Buna bax. Bezdirib elə. Bunu qaşıqla bu cürünü yığıram ki, yəni hər tərəfə eyni dərəcədə paylaşsın. Ət biraz düz yayılsın. Ayrı çıxmağı da bir ne olur? Düş, vaziyet çek. Gel. Şuraya bir daha koyacağız. Gel. İyi. Biraz qalacaq, burada hava soyuq olduğu üçün də bir saat qalacaq, özünü tutsun. Tutandan sonra qoyacaq bunu soyuducuya. Hələlik toyuqlar gəlməsin deyə üstünü örtürük. Yerimiz mənim dostlar. Deməli bu bir gün qaldı soyuducuda. Bu cürünə bək bir şeydir. Bax, yerimiz mənim. Həqiqətən maraqlı, qəşəng. Yerimiz var. Hali bir daha burada gedirsən. Şedevr abi, dəhşət. Yerimiz məmnunsa. Abi yağışlı havada da başqa ləzzəti vardı ya. Düzdür, biraz çətinliklər olsa da, amma öz ləzzəti vardı. Sənə təsəvvür yerimiz məmnun. Həqiqətən dadı əvəz olunmaz bir daddır da, dəhşətli dadlı bir şeydir.